Filarmoniya bağının yanındakı bu daş yolları yəqin ki, bakılılar yaxşı xatırlayır. İndi həmin yollar asfaltlanıb. Formula 1 marşrutu həm də buradan keçəcək. Sosial şəbəkələrdə daş yolların asfaltlanması xəbəri birmənalı qarşılanmayıb. Məsələn, tarixçi Altay Göyüşov Formula 1 oyunlarına görə belə bir yolun asfaltlanmasını tarixə zərbə sayır. Azadlıq radiosu ilə söhbətləşən Bakı sakinləri də tarixin qorunmasının tərəfdarıdırlar. Tarix qorunmalıydı. Qışda qar olanda, buz olanda maşınlar sürüşür, avtomobillər sürüşür. Ancaq mənim münasibətim pisdir. Çünki tariximiz itir batır. Asfalt müvəqqətidir. Yarışlar qutarandan sonra götürəcək, yenə daş yol olacaq. Televiziya elə dedi. Bakı Formula 1 rəsmisi açıqlama verib ki, bu yollara asfalt müvəqqəti vurulub. Oyunlardan sonra asfalt örtüyü çıxarılacaq. İqtisadçı Nafiq Cəfərli sual edir ki, onda hər il asfalt örtüyü sökülüb, növbəti il yenidənmi çəkiləcək? Çünki Formula 1-in keçirilməsi ilə bağlı 10 illik müqavilə var. Əgər bu müvəqqətidirsə, deməli hər 10 ildən bir bu təkrar mı olunacaq? Yoxsa bir dəfəlik indi çəkilib və 10 ildən sonra mı bu bərpa olunacaq? Yəni bu suallara heç birinə cavab vermir Formula 1 iştirakçıları, təşkilatçıları. Adi qaydada necə yol çəkirlərsə, həmin qaydada da həmin yolu asfaltlayırlar və 50-60 tonluq çox ağır maşınlarla asfalt çəkilir orada və çox güman ki, o asfaltın çəkilməsi zamanı o tarixi daş döşəməyə ziyan dəyə bilər. Bu zədələnsə təbii ki, 200 illik, az qala 200 illik yaşı olan həmin yolun, tarixi bir yolun belə bir yarışa qurban verilməsi tamamilə qeyri-ciddi və qeyri-normal olardı. Formula 1 2016 dünyanın azı 20 fərqli ölkəsində keçirilir. Azərbaycan və Monako istisna digər ölkələrdə yarışların marşrut xətti şəhər mərkəzindən kənardan keçir. Şəhərin tarixi yerlərindən keçmək şərti ilə bir marşrut uzun illərdir hazırlanıb Monakoda, amma bunun təhlükəsizlik tərəfləri və tarixi abidələrə zərər vurmama tərəfi öndə olub və dəfələrlə bununla bağlı hətta Monakoda ciddi yoxlamalar və araşdırmalar aparılıb. Sivil toplumun çox ciddi nəzarəti var, medianın çox ciddi nəzarəti var, amma Azərbaycanda bu institutlar yoxdur. Nə sivil toplum, nə media ciddi nəzarət funksiyalarını həyata keçirə bilmir, çünki hökumət buna imkan vermir. Formula 1 Bakıda 17-19 iyunda keçiriləcək. Gənclər və İdman naziri Azad Rəhimov deyib ki, Formula 1 yarışlarının büdcəsi 12 milyon dollardır. Azərbaycan hökuməti Formula 1-in keçirilməsi ilə bağlı 10 illik müqavilə bağlayıb. Şərtlərə görə Azərbaycanda Formula 1 yarışları 5 il mütəmadi keçirilməlidir. Azərbaycan 5 il ərzində yarışların dayandırılması haqqında qərar qəbul etsə, buna görə cərimə ödəməlidir. 5 ildən sonra Azərbaycan tərəfi öz istəyinə əsasən yarışı ya keçirə, ya da dayandıra bilər.